Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus olduğu bildirilən BTB Bankın Azərbaycanın bank sektorunda bazar payı 1%-dən aşağıdır. Today Press TV xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov jurnalistlərə deyib. Onun sözlərinə görə son illərdə AMB-nin tətbiq etdiyi nəzarət tədbirləri nəticəsində BTB Bankın dayanıqlığı artıb. Stat: Keçmiş illərdə həyata keçirdiyimiz nəzarət tədbirləri nəticəsində BTB Bankın dayanıqlığı artırılıb. Hazırda bu bank Mərkəzi Bankın müəyyən etdiyi bütün prudensial tələblərə tam cavab verir. Bankın cəlb etdiyi vəsaitlərin 96,3%-i təmin olunub, yəni sığortalanıb. Əmanətçilərin isə 99,3%-i sığortalanmış əmanətlərə sahibdirlər. Bank öz fəaliyyətini davam etdirir. Bununla bağlı hər hansı narahatlıq yoxdur. Narahatlığı siz jurnalistlər, bir də bəzi ekspertlər yaratmaya çalışırsınız. Statın sonu. Bildirilib ki, bu ilin ilk 3 rübünün yekununda Bank BTB Açıq Səhmdar Cəmiyyətinin xalis zərəri 641 min manat olub. Son 4 ildə Bank BTB Açıq Səhmdar Cəmiyyəti zərərlə işləyib. Belə ki, 2024-cü ildə bankın xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub. Taleh Kazımovun dediyinə görə BTB Bankın zərəri AMB-nin tələblərindən qaynaqlanır. Stat: Zərər müəyyən qədər kredit portfelinin keyfiyyət tələblərinin artması ilə bağlıdır. Yenə də deyirəm, bankın vəziyyəti yaxşılaşır. Son bir ildə maliyyə kapitalı artıb. Bu bankla bağlı hər hansı problemimiz yoxdur. Bank öz fəaliyyətini davam etdirir. Mediada adı keçən adamların bankın idarəçiliyində, qərarların verilməsində birbaşa iştirakı yoxdur. Statın sonu. Qeyd edək ki, Bank BTB Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 74,99%-i Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmail qızına, 19,1%-i onun qardaşı Sadiq Rıza İsmailoğluna, 6%-i isə Mahmudova Tükəzban ağa qızına məxsusdur. Namiq Abbasov, Today Press TV.